Salam, hər vaxtınız xeyir olsun. Bugün yumuşaq, çox dadlı, içli, şirin bulka resepti bölüşürəm. Öncə apara hazırlayıram. Qaba 250 ml su, 1 xörək qaşığı təpələmə maya, 3 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırıram. Sonra üzərinə 1 stəkan un da əlavə edib topları açılana qədər qarışdırıram. Qarışdırdım, artıq hazırdır. Üzərini örtüb qoyuram aktivləşsin. Apara artıq hazırdır. Geniş bir qaba 5 stəkan un əlavə edirəm. 4 xörək qaşığı da üzərinə şəkər tozu, 1 çimdik də duz əlavə edib quru ərzaqları qarışdırıram. Bunun da üzərinə 250 ml iliq süd, 100 qram əridilmiş kərə yağı əlavə edirəm və aparanı əlavə edib üzərinə yumuşaq xəmir hazırlayıram. Xəmir yumuşaq olduğu üçün heç əlimi vurmadan qarışdırıram. Bu qədər qarışdırdıqdan sonra üzərini örtüb yarım saat dinləndirirəm. Yarım saat dinləndirdikdən sonra bunu yenidən gözəl yoğururam. Xəmiri ikinci dəfə çox gözəl yoğurduqdan sonra üzərini örtüb 1 saat mayalandırıram. İçlik hazırlayıram. 200 qram qoz, 200 qram kişmişi blenderdan keçirdirəm. İçlik hazırdır. İçlik də hazır olduqdan sonra xəmirin sayına görə hissələrə ayırıb forma verəcəm. Xəmir də çox gözəl mayalandı. Xəmirin üzərinə çox az bitki yağı əlavə edib xəmirin havasını alıram. Masanın üzərini biraz bitki yağı ilə yağladıqdan sonra xəmiri kündələyib üzərini örtüb yarım saatda bu şəkildə dinləndirirəm. Kündəni də yarım saat dinləndirdikdən sonra masada yağlı olduğu üçün rahat yayılır. Xəmir elədir ki, hər etapda biraz dinləndirsəniz çox rahat xəmirlə işləmək olur. Oxlov istifadə etmədən xəmiri yaya bildiyim qədər əlimlə yayıb genişlədirəm. Üzərinə də 2 xörək qaşığı otaq istisində yumşalmış kərə yağı çəkirəm. Gördüyünüz şəkildə qatlayıram. Qatladıqdan sonra xəmiri həm düzləşdirirəm, həm də biraz yayıb genişlədirəm. Hazır olduqdan sonra 15 hissəyə ayırıram. Öncədən hazırladığım içlikdən üzərinə yerləşdirirəm. Və bu qayda ilə bükürəm. Yağlı kağız sərdiyim soba listinə düzüb, üzərinə də örtüb, soba listində də mayalandırıram. Mayalandı artıq. Üzərinə yumurta sarısı ilə süd qarışımı çəkirəm. Öncədən isitdiyim 180 dərəcəlik sobada 30-35 dəqiqə bişirirəm. Bişdi artıq. Hazır şəklinə də baxa bilərsiniz. Ətirli, yumuşaq, dadlı içliklə çox gözəl, şirin bulkalar alınır. Bəyəndinizmi?
istəyirsinizsə, siz də hazırlayın. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.